Toyuq ciyərini müxtəlif formalarda hazırlamışam, amma məncə ən dadlısı bu formada olur. Reseptimi sizinlə də bölüşürəm. Əvvəlcə ciyərləri təmizləyirəm, doğrayıram və ürəkləri ortadan tam olmayacaq şəkildə bölürəm ki, yuyulduğu həm də qaynadığı zaman qanı yaxşı formada çıxsın. Sonra üzərinə su əlavə edib birazca da duzunu ataraq qaynamağa qoyuram. Bu arada mən 2 soğan götürüb onları jülyen formasında doğrayıram. Nazik formada doğramağa diqqət edin. Bu zaman yeməyiniz daha dadlı alınacaq. Mən soğanları doğrarkən ciyərlərim də artıq qaynayır. Bunları başqa qaba götürüb və soğanları əlavə edirəm. Soğanlarım biraz qızardıqdan sonra duzunu və sarıkökünü əlavə edirəm. Kənara çəkib ciyərləri də əlavə edirəm. Ciyərin üzərinə istədiyiniz ədviyyatları əlavə edə bilərsiniz. Mən duz və sarıkökdən istifadə etdim və ikisini də qarışdırdığım zaman son görüntüsü bu formada oldu. Yanında isə ən sevdiyim salata hazırlayıram. Salata rəndədən keçirdiyim kökü də əlavə edirəm. Bu formada çox dadlı olur. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Belə reseptlərin davamı üçün səhifəmi izləməyi də unutmayın. Hələlik növbəti reseptlərdə görüşərik.